Əzab əziyyətlə yığdığım fındığımı yandırıram. Bizdə, yəni Qaxsaqdala Balakən zonasında buna şulxa deyirik. Havalar soyuyan kimi evlərdə peçlər quraşdırılır. Şulxadan qaz və ya odun əvəzi istifadə edirik. Bizdə də qaz olmadığından ya odundan ya da ki şulxa dediyimiz fındığın qabığından istifadə edib peçləri yandırırıq, yaxşıca isiniririk. Bəzən buna bəbəl də deyirik. Bizim zonadan başqa digər rayonlarda da istifadə edilirsə, fikirlərinizi videonun şərh bölməsində qeyd etməyi unutmayın. Şulxanın peçi də digərlərinə baxanda fərqli olur. Kənarında qutusu olur. Qabığı peçin qutusuna əlavə etdikdən sonra boru ilə fındıq qabığı yandıqca peçin içinə tökülür. Oduna baxanda həm əziyyəti azdır, həm də evi çox zibilləmir. Həm də qalan kül peçin altında yerləşdirilən qaba tökülür. Rahatca qabı çıxardıb külü də ata bilirik. Qutunun kənarında olan dəmirlə isə şulxanın peçə az və ya çox tökülməsini tənzimləmək olur. Peç də qalın dəmirdən hazırlanır ki, keyfiyyətli olsun. Biz turba hissəsində belə yumru, enli formada hissə də eləmişik ki, istiliyi daha çox versin. Əlimlə də şulxanı göstərirəm ki, bu proses tam necə olur, hamı bilsin. Yandırırsan şulxadan ev olur od kimi. Çaydanı da qoyursan peçin üstünə qaynamağa. Döşəkçələri yerə sərib isti peçin böyründə yatmaq məndən, məni takip edib fikirlərinizi yazmaq sizdən. Növbəti vloqda görüşənədək.